Bugünkü dərsdə biz 3 əmrlə tanış olacağıq. Bunlar çeşidləmədir, filtrləmə və məlumatın axtarışı və əvəz etməsidir. Və dərsin axırında tarix və vaxt bölməsindən 5 funksiya ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci əmr çeşidləmə olacaq. Bizdə belə bir cədvəl var və həmin əməliyyatı bu cədvəlin üstündə sizə göstərəcəyim. Çeşidləmə və filtrləmə əməliyyatlarını yerinə yetirmək üçün, əmrlərini istifadə etmək üçün keçirik данные. İngiliscəsində gedir dates tabına və buradan bu əmrləri istifadə edirik. Qaraldırıq bu cədvəli, basırıq sortirovka, yəni çeşidləmə əmrinə və açılan pəncərədə birinci sütunda göstərir ki, hansı sütun üzrə çeşidləmə gedəcək. Biz tutalım ki, bu sütunu seçirik, yəni 5 sütunu. Buradan göstəririk malın adını, yəni 5 sütunu və burada göstərir ki, çeşidləmə necə gedəcək. Yuxarıdan aşağı, yaxud aşağıdan yuxarı. Seçək yuxarıdan aşağı, yəni əlifba sırası ilə. OK düyməsini seçirik və görürsünüz, əməliyyat dəyişir. Qaytaraq dala. Eyni əməliyyatı yuxarıdan aşağı da eləmək olar. Seçirsiniz sunu və belə. Bu da belə olacaq. Əməliyyatı dala qaytaraq. Burada bir nüans var, fikir verir. Bu bölmədə olan quşa. Мои данные содержат заголовки. Yəni, əgər buradan quşu yığışdırırsa, fikir verirsiniz, quşu qoyuram, bura fikir verirsiniz. Quşu qoyuram, buradan seçilmə gedir. Bu başlıq kimi sistem qəbul edir. Yəni, birinci sətri Excel sistemi həmişə başlıq kimi qəbul edir. Yığışdırıram və qayıdır yəni. Belə eləsəm, belə saxlasam, həmin əməliyyatı yerinə yetirsəm və fikir verirsiniz, artıq sistem başlığı da məlumat kimi qəbul edir. Başlıq düşür aşağı. Ona görə də həmişə çeşidləmə əməliyyatı aparanda burada mütləq quş düyməsini qoyursuz ki, başlığı sistem nəzərə almaz. Sonra, əgər sizdə tutalım ki, hal-hazırda bizdə cəmi bir məlumat, tutalım ki, bir neçə dənə televizor satıbsızsa, ya bir neçə smartfon satıbsızsa və onların qiyməti fərqlənirsə, çeşidləməni 2 səviyyələ aparmaq olar. Bizdə burada 1 səviyyədir. Buradan da 2-ci səviyyəni onu da əlavə eləmək olar. Birinci səviyyədə çeşidləməni malın adı ilə aparırsınız. Onda belə düzülür. Tutalım ki, sizdə 3 dənə televizor var da. Birinin alış qiyməti 1000 manatdır, o birisininki 800 manatdır, üçüncüsünki 700 manatdır. Onda əvvəlcə televizorlar belə düzülür. Burada isə sonra seçirsiniz alış qiymətini və burada yenə göstərirsiniz. A-dan Y-yə qədər, yoxsa Y-dan A-ya qədər. Yəni böyüməyə görə, artana görə, yaxud azalana görə. Yəni qiymət artır, azalır. Böyle ona uyğun, televizorların qiymətinə uyğun burada televizorların içində, yəni malın adının içində çeşidləmə gedəcək. Biri ümumi çeşidləmə gedir bu sətrə görə, bu sətrdə görə isə artıq seçilən malın içində, malların içində, yəni bir malın içində qiymətə görə çeşidləmə gedir. Əgər səviyyəni yox eləmək istəyirsə, artısı lazımdır, basırsınız udalit urovень və səviyyə yox olur. Bu belə. İndi geçək filtrləməyə. Gəl burada 1-2 dənə əməliyyat aparım. Və burada xananın rəngini dəyişirəm. Eləyirəm sarı. Burada deyək ki, eləyək rəngini. Deyək ki, olsun, qoy, mavi. Burada isə xananın yox, mətnin rəngini dəyişirəm. Eləyirəm, deyək ki,
Böyle bir şey rengi. Bu olsun böyle. Şimdi geçirik filtr əməliyyatına. Yenə də qaraldırıq cədvəli. Basırıq filtr əmrinə. Və burada fikir verir, üçbucaqlar əmələ gəlir. Filtrasiyanı bu sütun üzrə aparırıq. Bastıq üçbucağı. Burada görürsünüz. Hansı malın qabağında quş işarəsi varsa, həmin mallar burada görsünür. Hal-hazırda bütün malların qabağında quş var, ona görə hamısı görsünür. Deyək ki, gəlir hamısını yığışdıraq. Bir dənə televizoru saxlayaq, burada kompüter saxlayaq. Bunu da yığışdıraq. Boş sütunlarla söhbət gedir. Okey. Görürsünüz, bir dənə kompüter qaldı. Filtrasiyanı yığışdırmaq istəyirsinizsə, basırsınız udalit filtr. Yəni, malın adı sütunundan filtri yox elə. Basırıq və yox oldu. Onu başqa cürdə əməliyyatı yerinə yetirmək olar. Tutalım, gəlin yığışdıraq hamısını. Belə. Gəlirsiniz bura. Və buradan basırsınız выделить все. Yəni hamısını qaraldı. Quşlar gəlir və bərpa olunur. Filtrasiyanın rəngi görə də eləmək olar. Görürsünüz. Və yazır filtr по цвету ячейки. Yəni xananın rənginə görə filtr əməliyyatını apar. Biz də sarını seçsək, yalnız sarı rəngli xanalar qalır. Qaytarırıq yerinə. Göy rəngi seçsək, ya mavi rəngi seçsək, belə qalır. Və burada filtr по цвету şrifti, yəni mətnin, yəni şriftin rənginə görə filtrasiya alınır. Görürsünüz, belə. Qaytarır əməliyyatı. Və burada mətnə görə də dəyişiklik, yəni filtrasiya demək olar. Tutalım ki, basırıq burada ravno, yəni bərabərdir. Bərabərdir nəyə? Deyək ki, burada yığırıq planşet. Okey, yalnız planşet qalır. Belə bir əməliyyatda aparmaq olar. Deyək ki, mətn filtri yazırıq bərabərdir, seçirik bərabərdir. Nəyə? Tutalım, kompüter, yaxud planşet. Gəliz planşet seçməyə eyni rəngli olmasın. Deyək ki, qabiyan maşını olsun. Qabiyan maşını. Yəni, bərabərdir kompüterə, bərabərdir qabiyan maşına. Yəni, bərabərdir kompüterə, yaxud, burada ili yaxuddur, bərabərdir qabiyan maşını. Okey. Görürsünüz, kompüterinə qabiyan maşını qalır. Bərpa eləmək üçün filtri ləğv eləyirik. Bütün filtrləri ləğv eləmək üçün bu əmrə basırıq. Və görürsünüz, üçbucaqlar buradan yığılır və filtr artıq işləmir. İndi bu iki əmrə baxaq. Bunlar da çeşidləməyə aiddir. Amma burada əgər biz buradan seçirdiksə sütunu, burada artıq çeşidləməni seçmək olmur. Sadəcə olaraq siz artıq özünüz əllə göstərirsiniz ki, çeşidləmə hansı sütuna görə gedir. Yəni, tutalım ki, bu sütuna görə olmalıdır. Qoyursuz kursor lazım olan xanada, yəni xananın fərqi yoxdur, lazım olan sütunda qoyursunuz, belə seçirsiniz, sonra verirsiniz A-dan Y-yə, Y-dan A-ya, yəni yuxarıdan aşağı, aşağıdan yuxarı, əlifba sırası ilə. Bu düzürsünüz. Yenə də fikir verirsiniz, burada başlıq getdi aşağı. Nəyə görə? Səbəbini demişdim keçən dərsdə. Burada gələn mütləq quş işarəsi olsun. Quşu qoydunuz. Gəl, birinci əməliyyatı buradan eləyib, quşu qoyaq ora. Bax belə. İndi həmin əməliyyat təkər tutalım ki, bu sütunda eləyirsiniz, qaraldırsınız, buradan A-ya basırsınız. Görürsünüz, qiymətə görə getdi. Tutalım ki, burada eləmək istəyirsiniz, yenə qoyudunuz ora. Ya A eləyirsiniz. Belə, yuxarıdan aşağı gedir. Yəni, fərq yalnız göstərdiyim yerdədir. Yəni, burada seçə bilərsiniz. Amma burada eləyəndə seçə bilmirsiniz. Mütləq gərək özünüz əlini seçəsiniz bura. Burada isə xanalardan seçmək olur.
Və təbii ki, burada mütləq quş durmalıdır həmişə ki, başlıq aşağı getməz, yaxud yuxarı getməz. Bu əməliyyatları, bu 4 əməliyyatı deyil, yəni danlı tabından yerinə yetirir. Amma həmin əmrləri Glavnaya Home tabından da yerinə yetirmək olar. Görürsünüz bu əməliyyatlar. Burada bassaq, fikir verir. Bütün bu əməliyyatlar burada da var. Yəni eyni pəncərə açılır. Əgər belə qaraltsaq və burada 3 bucağı basıb buradan tutalım ki, keçləməni seçsək, görürsünüz. Həmin pəncərə açılır. Yəni buradan da eləmək olar, buradan da eləmək olar. Gəl bu rəngləri yığışdıraq. Eləyək, ağ, bunu eləyək, qara. Keçirik axırıncı əmrə. Nighty Evosit, yəni tap və seç, yaxud əvəz et. Bu əmr Word proqramında olan əmrdə demək olar ki, oxşardır. Müəyyən bir fərqlər var. Gəl indi burada həmin əmri istifadə edək. Basırıq bu əmri və buradan Nighty, yəni tap. Nəyi tapırıq? Tam televizor tapırıq. Buradan yığırıq. Şeyli bəs eləyər. Burada parametrlər var. Parametrdə göstərir ki, yəni Word'da bu yox idi. Ki, harada axtarış aparım? Vərəqdə, yəni yalnız bu vərəqdə, mart vərəqində, yaxud kitabda, yəni bütün kitabda. Kitab o deməkdir ki, bütün bu vərəqlərdə axtarış aparacaq. Gəl birinci axtarışı vərəqdə verək, yalnız mart vərəqində. Bunu bağlayaq belə. Və basırıq Native-C, yaxud Native-Dali. Onu da bir-bir tapacaq. Native-C-də hamısını tapır. Bizdə hal-hazırda bir dənə televizor var. Ona görə də fərqi yoxdur. Hansını seçsiniz. Native-C. Görürsünüz tapır. Yenə də Word proqramının fərqli olaraq Word seçdiyi sözü qaraldırdı. Burada fikir verir. Sözü qaraltmır. Amma bu pəncərədə sizə göstərir ki, televizor sözünü tapmışam. Harada yerləşir? Dərs 9 kitabında, görürsünüz, dərs 9 kitabında, mart vərəqində, mart vərəqində və hansı xanada? Xananı da göstərir sizə. Görürsünüz xananı. B8 və sözlü buraya yazır ki, söz televizordur. İndi gəlir bu dəyişikliyi biraz, bu əməliyyatı biraz dəyişək və axtarış aparanda burada parametrlərdə list yox, kitab seçək. Yəni bütün vərəqlərdə axtaracaq. Bizdə burada da bir dənə televizor var. Burada bu axtarışlara əhəmiyyəti yoxdur. Yazır. Necə axtarsın? Sətirlə sütunu. Sətirlə axtarsın, onu da belə axtarır. Sütunla axtarsın, onu da belə axtarır. Amma ümumiyyətlə bütün vərəqi təbii ki, baxır. Basaq. Native-C. Siz bağlayaq, siz qoy qalsın belə. Görürsünüz. Artıq sizə göstərir ki, televizor sözünü 2 yerdə tapmışam. Kitab eyni kitabdır. Amma vərəqlər görürsünüz. Mart, aprel. Apreldə də bizdə var. Gəl buranı bağlayaq. Aprelə keçsə görürsünüz, burada da televizor var. Sonra əgər mətni dəyişmək istəyirsiniz, hansısa bir sözü dəyişmək istəyirsiniz, ya buradan night, yəni tab əmrini seçib bu bölməyə keçirsiniz, zamini dəyiş, yaxud birbaşa buradan zaminit düyməsini seçirsiniz. Birbaşa həmin pəncərə açılır. Yazırsınız burada televizor, televizor. Yəni televizor nəyi dəyişirik? Yığırsınız burada tutalım bir TV belə. Buradan basırsınız Native-Dali, yəni tapsın. Görürsünüz tapdı. Basırsınız zaminit. Və dəyişdi. Bir şey verirsiniz. Burada kitab olduğuna görə o saat avtomatik sistem sizi, yəni Excel proqramı sizi mart səhifəsindən, mart vərəqindən keçdi aprel vərəqinə. Yəni burada da var.
Və görürsünüz burada da dəyişdi. Əgər burada vərəq olsaydı, null hissə yalnız martda işləyəcək. Bağlayırıq və əməliyyatı artıq yerinə yetiririk. Keçirik mart vərəqinə. İndi keçirik tarix və vaxt funksiyaları vərəqinə və buradan formulu tabından qalan bu 5 funksiyanı nəzərdən keçirdəcəyik. Birinci funksiya vaxt funksiyası, yəni время. Rus dilində время gedir. Və bu funksiyadır. Və burada görürsünüz yazır ki, bu funksiya saatı, dəqiqəni və saniyəni Excel'in koduna çevirir. Nə deməkdir? Başa salıram. Seçirik funksiyanı. Burada seçirik saatları. Tamam ki 12 0 və 0. Yəni saat 12-dir. Fikir verirsiniz, cavab gəlir 0,5. Nə üçün? Sistem sizə 0,5-i göstərir. Əgər yadınızdadırsa, tarix funksiyaları keçəndə mən sizə dedim ki, bütün tarixlər Excel proqramının yaddaşında rəqəm kimi peyda olunur. Yəni yanvarın 1-i 1900 tarixi Excel'in yaddaşında 1 kimi gedir. 02.01.1900 2 kimi gedir. Eyni şey də saatlara aiddir. Sutkada 24 saat var. Yəni 00.00 saatını Excel 1 kimi götürür. Ona görə də 12.00 onun yarısı kimi gedir. 0,5. Bəlkə 00 sizi çaşdırdı. Biz öyrəşmişik çox vaxt demək 24.00. Ümumiyyətlə 24.00 yoxdur. 00.00 var. Ona görə də onun Excel 1 kimi qəbul edəndə 12.00 onun yarısı kimi qəbul edir və 0,5 göstərir. İndi burada 6 yazsan fikir veririz. 0,25 olacaq. 0,125. Yəni 6 24-ün 4də 1 hissəsidir. Ona görə burada sizə göstərir 0,25. Okey. Bu belə. İndi keçirik tarix funksiyasına. Tarix funksiyası Rus dilində gedir data. Burada da oxuyuruq ki, data funksiyası yenə də hər şeyi Excel'in kodunda göndərir. Yəni oxşar əməliyyatlardır. Gəzdirək bax. Burada seçirik ili. Tamam 2025 ayı. Deyək ki 3-cü ay. Və gün 21. Yəni martın 21-i 2025-ci il. Sistem sizə göndərir və burada da göstərir. Sistem sizə göndərir bu ədədi 45737. Yəni martın 21 2025-ci il Excel proqramının yaddaşında rəqəm kimi peyda olunur və bu rəqəm 45737-dir. Burada indi OK düyməsini basanda bu rəqəm burada görsənəcək. Amma görürsünüz, martın 21-i görsəndi. Nəyə görə? Keçirik sağ düyməni basırıq, keçirik format yekik, yəni xanaların formatı bölməsinə və burada fikir verirsiniz. Format, bu xananın formatı datadır, yəni tarixdir. Əgər bunu dəyişsək bura option ümumi formatına, burada həmin rəqəmi görəcəksiniz. Fikir verirsiniz, dəyişən kimi görsənir 45737. Okey. Keçirik günlərə. Günlər bizdə gedir Rus dilində dni. Yəni dni funksiyası. Bu nə funksiyadır? İki tarix arasında fərqi göstərir. Konечная data, yəni axırıncı tarix, tutalım ki, bu dekabrın 31 2025-ci il və начальная data, tutalım ki, bu. Bir dəqiqə burada konечная datadan göstərək bunu. Bu da B17. Yəni martın 21-i 2025 və dekabrın 31-i 2025 arasında 285 gün fərq var. Və fərq burada göstərilir. Keçirik bu funksiyaya.
ayın sonu. Rus dilində gedir konец месяца. Funksiyaya olur kon месяца. Və burada biraz diqqətli ol, biraz ağır funksiyadır. Və начальный data, yəni birinci tarixi göstəririk. Yəni burada bir tarix olacaq. Və tutalım ki, bunu göstəririk. 21.03.25 göstəririk. Və burada deyir ki, neçə ay qabağa yaxud arxaya gedəcəyiz. Tutalım göstəririk 3 ay. Bu belə rəqəm çıxır. Yəni burada o rəqəm göstərəcək. Fikir veririz nə yazır. Yazır ki, возвращает порядковый номер последнего месяца, отстоящего на заданное число месяцев вперед от заданной dаты. Yəni zadanная data bizim göstərdiyimiz tarixdir. Yəni 21.03.25. 3 göstərəndə 3 ay qabağa gedir. Yəni artıq mart, sonra gəlir aprel 1, may 2, iyun 3. Yəni artıq bu iyun ayını göstərir və deyir ki, həmin ayın axırıncı günü. Yəni 30 iyunu göstərməlidir. 30 iyun 2025. İndi OK düyməsini basırıq. Fikir veririz 45.838 görsəndir. 30 iyunu görmək üçün keçirik kanalın formatına və burada bu formatın əvəzinə, ümumi formatın əvəzinə seçirik datanı. Yəni tarix 30 iyun 2025. İş günü funksiyası. Yəni рабочий день funksiyanın adı gedir rab-den. Burada nə edir? Bu ayın sonu funksiyasına aid olan ayın sonu funksiyası ilə oxşardır. Yenə tarixi göstərək, ayın 21-i. Yenə gedirik qabağa, amma burada ay yox, gün gedir. Yəni tutalım 3 gün qabağa gedirik. Bayramımız tutalım ki yoxdur. Və burada nə yazır? Возвращает порядковый номер даты, отстоящий назад на число рабочих дней вперед или назад от начальной dаты. Yəni qabağa yaxud dala gedə bilər. Dala gedəndə -3 yazırıq. İndi onu da göstərəcəyik. Göstəririk 3 gün. Tarix martın 21-idir. Və yalnız iş günləri qabağa aparır. İndi burada fikir verək. Məntiqlə martın 21-ini göstəririksə burada martın 24-ü olmalıdır. Amma fikir verin. Ayın 21-idir. 3 gün götürsək 22-si, 23-ü, 24-ü olmalıdır. Amma 6 bazar, yəni şənbə bazar bizdə iş günü deyil. Ona görə nəzərə alınmayacaq sistem bu 2 günü. Yəni onda olur 24, 25, 26. Yəni OK düyməsinə basanda bu rəqəm burada peyda olunur. Formatını dəyişsək martın 26-sını görəcəyiz. Görürsünüz, martın 26-sı 2025-ci il. İndi burada dala gedək. Yəni 3 yox, -3 göstərək həmin funksiya ilə. Rab-den göstərdik, tarixi göstərdik. Burada -3 göstərir. Yəni dala gedirik. İndi burada fikir veririz. Ayın 21-dir. Burada artıq bayramlarımız yoxdur. İstirahət günlərimiz yoxdur. Burada bayramını göstərmək olar. Olacaq 20-si, 19-u, 18-i. Oldu. Basırıq. Formatını dəyişirik. Yenə də formatını dəyişirik. Ayın 18-i. OK. Bununla bu data время, yəni tarix və vaxt funksiyalarını qurtardıq. Gələn dərsdə riyazi funksiyalarını məşğul olacaq, yəni matematik funksiya. Və burada bir şey də yenə nəzərdə çatdırın. Əgər lazım olan nəticəni burada görmürsünüzsə, mütləq formatını dəyişmək lazımdır. Sağ düyməni buradan basırsınız, keçirsiniz format yekik və burada həmin xananın formatını dəyişirsiniz ki, lazım olan nəticəni əldə alasınız. Bugünə bu qədər. Təşəkkürlər.